var. Yaman ömrümden gidinle ay falan böyle falan böyle. Şimdi dayına özlerim ben, dayına özlerim ben. Hiç güzeldirden kurbanım ay falan böyle falan böyle. Yoksa diyeyim buradaki oğlanların kapısını birbirine okşarlar, layla falalar, layla layla layla. Koy sizin merhaba güzelsin, balam layla, balam layla, balam layla. Layla balam, layla layla layla. مثل محمد وآل محمد الحمد لله رب العالمين اللهم احفظ المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما روح المرحومين المغفورين من جميع شهداء من روح الشهاد بحق الفاتحة اللهم صل على محمد وآل محمد. Əziz atalar, əziz tədbir iştirakçıları. Bugün İgid qəhrəmanımız Qasımov Elbar qardaşımızın anım gününə yetmiş. Mən həmişə adəti üzrə istərdim tədbirimizə başlamamışdan öncə Azərbaycanımızın ərazi bütövlüyü uğrunda öz şirin canlarından keçən İgid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. Allah şəhidlərimizin məqamını uca eləsin. Amin. Allah hər birinizə səbr versin. Amin. Mən 5 il bundan öncə gördüyüm analarımızın indiki gördüyüm vaxtı tamamilə saçları ağ və çox bir dərdlidirlər. Mən onların hər birinə, istər atalarına, istər analarına, hər birinə çalışıram ki, onlara şəhidliyin məqamın uca olduğunu, elə bir zirvədə olduqlarını onlara deyim ki, onlar şəhidlərimizin məzarı önünə gələndə heç biri ağlamasın. Düzdür, bala dərdi çox ağır bir dərddir. O yara sizlə birlikdə məzara gedəcək. Amma onu bilin ki, sizin övladlarınız şərəfli yolda şəhid olublar. Onlar nətər ki, şərəfli yolda şəhid olublar, bizə də Allah şərəf versin, qeyrət versin. Biz də onları həmişə yad eləyək. Allah şəhidimizin övladına can sağlığı versin. O, böyüdükcə atasının dəyərin daha da çox anlayacaq. Böyüdükcə atasının necə qəhrəman olduğunu daha da çox anlayacaq. Çünki o, qəhrəman qızıdır. Hər bir evdə elə bir ailə yoxdur ki, o evə yara dəyməsin. O evdə hansısa bir, o nəsildə bir, hansısa bir şəhərdə ümumilli liderimiz Heydər Əliyev həmişə deyirdi ki, Ağdam cəmaatı qəhrəman cəmaatdır. Qəhrəman cəmaatdır. Çünki onlar harda olduğuna baxmayaraq, həmişə vətənin, dövlətin, elin, obasını sevən insanlardır. Və bu günlərin burada şəhid ailələrinin işləri üzrə şöbə müdürü Samir müəllim, Qasımbəyli qəsəbə icra nümayəndəsi, Qasımbəyli qəsəbə tam orta məktəbinin müəllim kollektivi, şagird kollektivi burada iştirak edir. Və bizim həmişə onun sağlığında həmişə biz onun tövsiyələrinə ehtiyacımız olurdu. Onun tövsiyələri ilə həmişə tədbirlərimizi aparırdıq. Onun tövsiyələri ilə həmişə
öz işlərimizi qururduq. Xan əminin döyüş yoldaşları burada iştirak eləyir. Bizim hər birimiz, mən onu deyim ki, hər birimiz anım günündə bütün şəhid ataları, şəhid anaları, öz evlatları qaldı qıraqda, ancaq xanını ağlayıblar. Çünki o bizim üçün qəhrəman idi. Həqiqətən Azərbaycan xalqı üçün qəhrəman idi. Elə qəhrəmanların da yolun davam eləyən bizim şəhidlərimizdir. Və bu günlərin burada qazilərimiz iştirak eləyir. Allah can sağlığı versin. Və Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim iştirak edir. Bizim hər tədbirimizdə. Mətrəh müəllim bizim həmişə, hər gün, hamıdan öncə mən gəlirəm ki, Mətrəh müəllim hər bir şəhidin hansı anım günüdürsə, o şəhidin məzarı önünə gül qoyub və gedir. Mən yenə deyirəm, bizim xalqımız dəyər bilən, qədir bilən xalqdır. Qədir bilən xalqdır. Bizim hər birimiz həmişə şəhidlərimizin məqamıdır, şəhidlərimizin keçdiyi döyüş yollarıdır. Onu evimizdən başlayıb aşılamalıyıq ki, evimizdən böyüsün. Qoy evimizdə də o qəhrəmanlar olsun. Sabahlarım, necə ki, 1-ci Qarabağ müharibəsində bizim igid qəhrəmanımız Sərvan qardaşımızın atası o evdə qəhrəman böyütdü. Bizim də öhdəmizə düşür ki, o qəhrəmanları evimizdən böyüdək, cəmiyyətə inteqrasiya eləyək. Bəli, bizim hər birimiz o igid qəhrəman oğullarımızı qəlbimizdə və evimizdə yaşatmalıyıq. Mən indi Mən də salamlayıram şəhid analarını, tədbir iştirakçılarını, şəhid atalarını. Bugün ətrafında yığışdığımız bu qəhrəman oğlan 1995-ci ilin fevral ayında Baharı qəsəbəsində dünyaya göz açmışdır. 2018-ci ildə hərbi xidmətini başa vurduqdan sonra o hərb sənətini seçərək hərbidə qalıb və müddətdən artıq xidmət etməyə başladı. Və 2020-ci ilin Vətən müharibəsində Ağdam istiqamətində oktyabr ayının 5-də qəhrəmancasına şəhid olmuşdur. Və Qasımov Elvar başqa bir peşəni seçə bilərdi və onun başqa bir sənət yiyəsi ola bilərdi. Ancaq onların kəndi düşmən taxtağından olduğundan və o da bizim digər qəhrəmanlar kimi sadə şəhərciyində, məcburi köçkün həyat yaşadığına görə bu bilirdi ki, onların torpağı, onların ata-baba yurdu düşmən tapdağından azad olunmalıdır. Və onun yaxınları, döyüş yoldaşları bu Ağdam istiqamətində, cəbhə bölgəsində olduğundan onun döyüş yoldaşları onun necə sakit təbiətli, dostcanlı, mərd, utancaq olduğunu həmişə deyirlər. Mənim sinif yoldaşım var, onunla həmişə biz görüşəndə, indi də o həmin adam hərbi xidmətləri həmişə Qasımov Elvardan ağız dolusu danışır. Onun atası, anasıyla söhbət eləyəndə həqiqətən də Eldar kimi həmin kişidən, tamam xala kimi, o anadan, valideyndən həqiqətən də məhz belə qəhrəman övlad baxımda bilinir. Çünki yəni, övlad ailənin güzgüsüdür. Yəni, ata-ana necə bir qoçaq, necə bir abır-həyalı, necə bir insan olduğundan övlad da o cürünə formalaşır. Və mən Qasımov Elvarı 2020-ci ildə Qasımov Elvar şəhidlik zirvəsindən uzaldıqdan sonra bir çox medallarla təltif olunmuşdur. Və mən Qasımov Elvarı ən çox övladı Fidan balanı həmişə görəndə elə bilirəm sanki övlad böyüyüb, 30 yaşı olub yenidən övlad o qədər. Çünki 1-2 il bundan öncə, hətta 1-2 ildə, yəni 2-3 il bundan öncə laf belə indi yaşı təbii ki az idi. Mən öz istəyirəm, mənim böyük övladımla demək olar ki, yaşlıdılar da. Yəni, mən evə gəldim, dedim ki, sən görürsən orada o Fidan bala necə ağıllı, necə özünü təmkinlə. Məsəl üçün, sanki evdə də uşağa onu aşılayırdım ki də, yəni o həqiqətən 3 il bundan öncə o uşaq elə bir sanki bilir. Mən indi də onu görəndə baxıram ki, sanki övlad
dərk edir, o yükü, atasının ona o verdiyi o şəhid qızı adını, atasının o qəhrəmanlığının, nənəsi olsun, anasının olsun, o ağrazlarını sanki övlad 5 ildə o dərəcədə elə bir böyüyür. Yəni Fidan bala inşallah ona həmişə, atası onu həmişə anlatır, üzü ağ, yəni bir miras qoyub. Amma Fidan bala inşallah ali məktəbə qəbul olacaq. Vaxt o qədər tez gəlib ötür ki, əziz valideynlər. Yəni 5 il o qədər də böyük bir vaxt deyil. Amma 5 il insana o bayaqlamaz məndə bu. Adam sanki elə bir o yükün altında məsuliyyət də var. O yükün altında o hansı ki o şərəfli adın arxasında böyük bir məsuliyyət durur. Çünki biz həmişə, yəni biz Vətən müharibəsi iştirakçılarının əksəriyyəti biz yerdə olanda həmişə deyirik ki, bu böyük bir ağırdır. Yəni, şəhidlik adı isə şəhid anası, şəhid övladı, şəhid yarı. Eyni bu o qədər həm qürurlu, həm fəxirli, həm belə bir o qədər də məsuliyyəti var. Nəyə görə? Çünki məsəl üçün Fidan bala dərk edir ki, o onun atası o qəhrəman qızıdır. O hər bilir ki, o yaxşı oxumalıdır, anasının, nənəsinin sözünə qulaq asmalıdır, müəllimlərin sözünə qulaq asmalıdır. Yəni övlad onu dərk edir, yəni balaca yaşında. Mən bilirəm ki, o uşaq bu həmişə bizim fəxrimiz olacaq. Çünki o inşallah o biz eşidəcəyik ki, burada olan analar, atalar vaxt zaman tez gəlir. Bir gün eşidəcəyik ki, Fidan yüksək balla ali məktəbə qəbul olub və yaxud da hansısa bir fənn olimpiyadasında yer tutub. Bu gözəl günlər bizi gözləyir. İnanın, tam səmimi deyirəm, 2018-ci ildə, 17-ci ildə biz də uşaqlığımız bu kənddə, bu rayonun bu kəndlərində keçib, bizə kimsə, yəni bizə deyəndə ki, torpaqlarımız deyirlər ki, torpaq getdi, torpaq geri qayıtmayacaq. Amma bizim bir çox insanlarımızın, böyüklərimizin içində o inan var idi. Yəni mən bunu Həmişə 5 il bundan öncə hansı ki şəhidlərimizin tədbirlərində həmişə Qasımbəyli qəsəbə tam orta məktəbinin şagirdləri hər bir tədbirimizdə tək Elvar qardaşımızın yox, bütün şəhidlərimizin hamısının tədbirlərində yaxından bizə köməklik edirdi, yaxından iştirak edirdi. Həmin o uşaqlar hamısı bizim Elvarın qızı kimi balaca uşaqlar idi hamısı. İndi Allaha şükür hamısı böyüyüb və hər biri artıq dərk edir ki, onların uğurları bizim uğurlarımızdır. Onların hər bir uğurunda şəhidlərimizin zəhməti var. Və onların təşkilatçısı, yəni o məktəbin təşkilatçısı mən Aytən müəllimə təşəkkür edirəm. O cümlədən orada elə uşaqların vətənpərvər ruhda böyüməsində Elzami müəllimin çox böyük bir əməyi var. Elzami müəllimə təşəkkür edirəm. Və indi biz həmişə onu qeyd eləməliyik ki, bizim şəhidlərimiz, bizim ordumuz, bizim veteranlarımız, bizim qazilərimiz dünyaya səs saldılar. Ki, 30 illik vətən əsrətinə 44 günə son qoyan ordunun əskərləridir. Zabit heyəti, hər biri öndə gedir. Və indi bizim həmin o Qasımbəyli qəsəbə tam orta məktəbinin şagirdləri bu günlərim öz şeir boğçası ilə qonaq gəliblər. Gəlin indi isə onları dinləyək. Buyurun. Bir günü önə atılan, intiqam hissiyle o da qatılan, qan töküb can verib yanıb satılan, ölümün üzünə gülən anası, məğrur ol ağlama şəhid anası. Sən elvarlar, mübarizlər anasısan bil, dözümlə vətənə yanasısan bil, dərdini düşməndən danasısan bil, qüruru göylərə dəyən anası, məğrur ol ağlama şəhid anası. Bu döyüş yoludur, yanıb vay demə, oğluna, qızına qayıt hay demə. Nə üçün gedibsən, balam tay demə, bayraqdan libası geyən anası. Məğrur ol ağlama şəhid anası. Qaralmış göylərdən bulut çəkildi, torpağa şəhidin qanı töküldü, minlərlə düşmənin beli büküldü. Ey vətən torpağın sevən anası, məğrur ol ağlama şəhid anası. Hər
Her evin başına bayraq taxılmaz. Hər ada şəhidlik adı asılmaz. Hər kəsə bu qədər uca baxılmaz. Ey düşmən qəddini əyən anası, məğrur ol ağlama şəhid anası. Rahat yat. Rahat yat mezarda şehit kardeşim. Kısansın alındı hain düşmenden. Her bir kez eğerek önünde başın gururla danışır igidim senden. Sen bizim fəxrimiz, gururumuzsan. Kimler seçmedi ki sen seçen yolu? Sen yettin, can koptu bu canımızdan. Sen ey Qasımov el var kardeşim. Her bir kez baş eğdi ruhun önünde. Düşmenin önünde kesilmez sersin. Şehitler diridir Allah önünde. Ucaldın Allah'a el var kardeşim. Qarabağ bizimdir, bizim qalacaq. Şərt ilə söyləyir Eldar atamız. Bu vətən oğlunu unutmayacaq. Başını uca tut şəhid anası. Dünyaya bəllidir gücün, qüdrətin. Mənim qorxu bilməz müzəffər ordum. Çoxalır günbəgün şanın, şöhrətin. Mənim qorxu bilməz müzəffər ordum. Döyüş meydanında qələbə çaldın. Düşməndən heyfini bir anda aldın. İgid tək adını tarixə saldın. Mənim qorxu bilməz müzəffər ordum. Oldunuz yurduna sadiq vətəndaş. Etdiniz düşmənlə amansız savaş. Doğmasız hər kəsə bir əziz qardaş. Mənim qorxu bilməz müzəffər ordum. Vətənin, torpağın qoruyan zaman. Fəxrlə keçsiniz siz şirin candan. Adil sizinlədir hər zaman, hər an. Mənim qorxu bilməz müzəffər ordum. Bəli. Ordumuzun gözəl, qəhrəman böyüyən qəhrəman qızımız. İndi sən də atanın bugünkü anım günündə öz şeirini de. Şəhiddir mənim atam, ay ölkəmin çırağı. Şəhidlər diri qalar, şəhidlər ölməz axı. Buradakı şəhidənlərin və atam qarşısında baş əyər. Sağ ol qızım. Sən onu bil ki, sənin atan o cümlədən burada onun yanında uyuyan əmiləri və başqa bizim igid qəhrəman əmilərin hamısı qəhrəmandır. Hamısı qəhrəmandır. Atası yanında olan uşaqlardan, evlatlardan başı uca olan sənsən, qadın. Başa düş onu. Həmişə də çalış, yaxşı oxumağınla, yaxşı işlərinlə, yaxşı əməllərinlə həmişə uşaqlardan seçiləsən. Həmişə də başını dik tut. Həmişə də başını dik tut. Bəli, indi qardaşımız buyursun şəhidlərimizin ruhuna. Dua oxusun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا رحمن يا رحيم يسبح لله ما في السماوات وما في الأرض ملك القدوس العزيز الحكيم هو الذي بعث رسولا منهم يتلو الآيات ويزكيهم ويعلمهم القرآن والصلاة ولكن الزايد من يشاء والله سبحانه الذين مثل الذين حملوا التوراة ثم لم يحملوها كما قل يا أيها الذين حاد أنتم نحمل الله فاحتملنا بالموت إن كنتم صادقين ولا يصدقون أبدا الله العلي العظيم وصلى رسول النبي الكريم وصلى مالك مولانا أميرنا المؤمنين عليك الصلاة ونحن على ذلك من الشاهدين والشاكرين والحمد لله رب العالمين
سبحان ربك رب العزة عما يصفون والسلام على المرسلين والحمد لله رب العالمين ما كان محمد صلى الله عليه وسلم أبا أخذ من ذلك والله رسول الله فخاتم نبينا وكان الله بكل شيء عليما إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا وسلموا تسليما آمين آمين خدايا آمين يا رب العالمين آمين اللهم احفظ المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء من الأموات إلى روح المرحوم المغفور لهم الجميع Allah'a emanet olun. Cem şehitlerin ruhları şad, Allah raha ve celle mutavaha. Allahümme ahvalaka ve şiruf. Muhammedin ve aleyhi ve müddetin ve hakkil Fatiha. Allahümme sallallahu aleyhi ve sellem. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Öyle dur. Lam yelit ve lam yulad ve lem yakun lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve aleyhi ve sellem.